Oğlum məndən niyə fəxr eləməsin ki? Niyə eləməsin ki məndən fəxr? Oğlumun nəyi çatmır ki? Niyə görə məndən fəxr eləməməlidir ki? Hə? Mən səhnədə oynayıram, necə danışıram, nətər eləyirəm oğluma nə? Mən oğluma göstəriş verirəm ki, falan şeyi belə elə, falan şeyi belə elə. Oğluma mən elə şey qoymamışam ki, o mənsin, ana, falan şey belədir. Ana, o mən heç vaxt qayıdıb deyə bilməz onu. Birincisi, onun başı üçün döyür, o məndən nəsə qayda deyə. Onun ixtiyarı yoxdur. O mənim çörəyimi yiyir, mən onun çörəyini yemirəm. Ha vaxt gedər işləyər, anasını dolandırar, onda deyər ki, ana, gələ bu 3 manata, 10 manata məsəl üçün otur evdə falan filan. O mənim çörəyimi yiyir. O mən heç nə deyə bilməz. Mənə nə deyəcək ki, mən oğlum? Nə deyə bilər ki, vəfşə mənə, uşağım? Mənə nəsə yol göstərə bilər. Yoxsa mənə nəsə prikaz eləyər ki, bunu belə elə ol, xeyir ola. Nəsə deyə bilər. Deyər, ana, falan şeyi xoşlamıram. Otururam, başa salıram. Deyirəm, bu belədir, bu belədir. Siz məni səhnədə gördüyünüz kimi, mən evdə elə deyiləm. Mən evdə ciddiyəm, sərtəm, xasiyyətim pisdir. Uşaqlarla başqa cürəm mən. Uşaqlarla sırtıq deyiləm mən. Mənə nə deyə bilər ki, oğlum? Yapışmışsınız, oğlun gələksən nə deyir? Oğlum mən nə deyə bilər ki? Mən onu doğmuşam, o mənə doğmayıb. Mən heç nə deyə bilməz o. Nə qədər ki evimdə qalır, evimdə yaşayır, çörəyimi yiyir, o mənə heç vaxt heç də deyə bilməz. Gedər böyüyər, kişiləşər, işləyər, sözü keçər, sözünü deyər, vaxt gələr. Hələ onun sözünü deməyinə çox var. Hələ uşaqdır o. Mən heç nə deyə bilməz o. Mən dədəm anam qalıb qıraqda, o mənə deyə bilər ki. Mənim elə evdə oğlumdan başqa, oğlumdan böyük dədəm anam var. Birinci atamdır, ikinci anamdır bizim evdə, üçüncü adam mənəm, sözü keçən. Dördüncü, beşinci adam yoxdur bizdə sözü keçən. Evimizdə atamdan sonra anamdır, anamdan sonra mənəm. Üçüncü adam mənim sözüm keçir. Qızım da, oğlum da onların sözü keçənməz evdə. Bizim sözümüz keçir. Biz nə deyirik, onu eləyirlər onlar. Onlar dediyini biz eləmirik, biz dediyimiz onlar eləyir. O söhbəti bir də demin. Uşağın, oğlun görəsən nə deyir, qızı görəsən heç nə mənə deyə bilməz mənim uşağım mənə. Mənim uşağımın, mənim üstümdə nə qədər haqqı var ki? Mənim haqqım çoxdur, düz deyə, borcumdur. Uşağımı dünyaya gətirmişəmsə, canım da çıxsa, mən onu baxacam da, dolandıracam da, bütün ehtiyaclarını ödəyəcəm da, amma o demək deyir, o mənə nəsə qayıdıb deyə bilər. Özü də bilir, qız da bilir, oğlan da. Onlar mənə heç vaxt işinə deyə bilməz. Bəlkə ağıllı fikir söyləyər ki, ana falan şey belədir. Hə, görərəm düz deyir, deyərəm düz deyirsən falan. Məsləhətlə. Məsləhətlə neysə, hə, demirəm. Gedər arvad alar, arvadına sözün deyər. Arvadına prikaz eləyə bilər, arvadına sözün keçirdər. Oğlum uşaqdır, mənə nə söz keçirdəcək o? Arvad alar, namusun qoruyar. Mənim namusumu qoruyacağım mənim. Uşaqdır o elə. Uşaqlar, ekranları